Sizə müraciət edən şəxslər olub ki, xəstəliklərlə bağlı müraciət edən şəxslər olubdur. Siz onlara hansı xəstəliklə bağlı müraciət edə bilərsiniz, onlara kömək edə bilmirsiniz? Ümumiyyətlə, müraciət edənlər çoxdur. Açıq aydın, xərçəkdir, şəkərdir, bu mənnidir. Amma o biri xəstəliklər asılı olmayaraq gəlirlər, köməyim çatır. Heç bir kimdə narazılığı olmayıb. Siz onlara necə kömək edirsiniz? Yəni o xəstəliklə bağlı müraciət edən şəxslərə necə kömək edirsiniz? Xəstəliklərdə gəlir qavrulma gələndən sonra məndəki bioenerji, müsbət bioenerji gücü ilə enerjinin olan daxilinə verirəm və şəfa tapırlar. O proses necə baş verir? Yəni o seans prosesi necə olur? Prosesin gedişi belədir ki, yanıma gəlməmişdən qabaq, birinci mən görüntü ilə onlarla danışıram. Görüntü ilə danışan mən daxili olmayaq hansı ölkədə bu yaşayır, bioenerjini telefonla ötürürəm, hiss elətdirirəm. Mənni isə deyəmə, gəl yanıma seans edin və ən çox müraciət edən Rasiyyad adını onları telefon vasitəsilə də Yəni hətta siz telefonla da onun xəstəliyinə müraciət edən şəxslərə bir telefonla da siz o enerjini ötürüb köməyim çatır, şəfa da tapırlar. Allah köməklər olsun. Yəni bilirsiniz ki, biraz insanların bu sahəyə inamı nisbəti azdır. Yəni sizin digər insanlardan, yəni digər ekstrasenslərdən, parapsixoloqlardan, bioenergetiklərdən fərqiniz nədir ki, yəni siz deyə bilərsiniz ki, mən həqiqətən də insanlara kömək edə bilirəm. Yəni sizin seanslarınız da olub, yəni bizim çəkilişlərimiz olub, sizinlə seans etmişsiniz və sizdən razı qalan şəxslər də olubdur. Yəni biz video üzərində də verəcəyik bunu. Yəni sizə yenə müraciət edən şəxslərə nə demək istəyirdiniz? Bəli. İndi ciblərinə uyğun odur ki, mən heç kimə qiymət oxumamışam. Nəzirdir. İkincisi yenə deyəm. Mən özüm bu işin içində olmasaydı, mən özüm də inanmazdım ki, bunu telefonla kiməsə enerji verə bilər. Xəstəliklə müraciət edən şəxsə ilk seansda ona siz gücünüzü necə göstərə bilirsiniz? Məsələn, bəzi ekstrasenslər var, yəni bu sahənin adamları var, gedirlər yanına, insanlar tutaq ki, 5 dəfə, 10 dəfə, 20 dəfə gedir, nəticə olmur. Siz ilk seansda ona nəticə göstərə bilirsiniz? Əlbəttə ki, bayaq dediyim kimi, mən pasiyentə siftə görüntü ilə onu hiss elətdirirəm. Hiss eləməyənlər də onları elə bir şey yanıma dəvət edirəm, yanıma gəlsin. Çünki hiss eləməyənlərin çoxu əməl olunmuş bir insanlardır. Və gəlir, burada da şəfa tapıb çıxıb gedir, özləri narazılığı olmadan. Cadı olunmuş şəxsi ilk baxışda necə tanıyırsınız? Onun əməlləri ilə, hərəkəti ilə. Yəni sizə müraciət edib həmin şəxs. Siz onu ilk baxışdan, ilk seansdan necə tanıya bilirsiniz? Hələ müraciət edən çoxdur. Hələ ilk evə gəlməklə, hələ birinci seansda mən ona hiss elətdirdim. Necə? Yəni onun səbəb əlamətlərindən deyə bilərsiniz? Əlamətlərin siftə, əlaməti mən bilirəm də, onu hiss eləyirəm. Və elə bil ki, o əməli onun daxilindən təmizləyəndə o özü hiss edir, özü deyir. Mənim nəsə deməyə ehtiyacı yox. Özü hardan bilə bilər ki, bu məndən çıxan, tutaq ki, belə deyək, daxilimdən çıxan bir neqativlik bu cadu idi, ya tilsim idi, ya nə idisə. Bəlkə başqa bir şey imiş, bəlkə bir ağırlığı imiş, sadəcə bir yorğunluğu imiş, bioenerji ilə seans etdiniz. Mən ümumiyyətlə, yenə də hələnçi əməl olunmuş pasiyentləri siftə telefon vasitəsilə birinci gözünü çəkirəm. Gözünün içində ona göstərirəm ki, sənə bu əməl olur, budur, göstərirəm. Sübut da eləyirəm, sübut eləyəndən sonra məncə başlayıram onun razılığına, onu təmizləmək. Yəni sizin o bir insana zadı olunubsa, siz onu neçə seansa təmiz sağalda bilərsiniz. Və belə deyək də, işinizə də garantiya verə bilərsiniz. Get, rahat ol, hər şey qaydasındadır. O ağır əməlləri bir 3 seans çəkir. Amma elə bir yüngül, təzə olunmuş, nə bilim, yollar bağlanmışsa, onları 1-2 seansı. Bəs nəyə görə digər bu işlə məşğul olan şəxslər var ki, bioenergetiklər, ekstrasenslər aylarla, tutaq ki, bəzən 5 aylar, 6 aylarla bunun üzərində işləyə bilirlər. Belə çıxırlar ki, onların gördüyü işlər yalandır, ya da gücləri zəifdir. Mən yalan deyə bilmərəm, yenə deyim,
Məsələn, bioenergiya mənfi də var, müsbət də var. Məndə hal-hazırda ikisi də var, amma mən gücümü müsbətə göndərirəm. O bəziləri mənfini, Yəni mənfi deyirik ki, yəni pis işlər pis görməklə. işlərə, mən o mənnidir, mən onu görmürəm. Və yenə deyim, Allah Taala mənə elə bir güc verib ki, mən onu elə demək birinci seansda hiss elətdirirəm və eləyirəm. İndi başqa hər bir sahədə mən kimisə əvəzində nəsə deyə bilmərəm. Sizin seanslarınız var idi ki, kanalımızda bunu paylaşdıq və insanları səsində daha belə deyək də sevildi, baxıldı, sevildi və bizi də elə bu qənaətə gəlir ki, yenidən sizinlə müsahibə alaq. Yeni son zamanlar sizə müraciət edən şəxslərin arasında ən çətin xəstəlik növü olubdumu? Siz onu həmin pasiyenti geri döndərmisiniz ki, mən bunu müalicə edə bilməyəcəm, yəni mənlik deyil. Yenə deyəm, mən bayaq vurğuladığım kimi, mən bir dənə xərçəkdir, şəkərdir, o mənlidir. Amma hansı başqa xəstəlik gəlir, ürəkdir, infarktdır, böyrəklərində daşdır, mədə problemdir, ayaqlarıdır, ayaqları tutulubdur. Bu mənlidir. Mən elə bir o heç deyəm, gəl, özümə arxayına.